Azərsportun bugünkü qonağı Güləş Federasiyasının baş katibi Pərvin Piriyevdir. Pərvin, son bir neçə ayda gənclər, milli komanda, 17 yaşlar, 15 yaşların Avropa çempionatları birinciliyinə baxanda bir 55 medal qazanmışıq. Ümumi götürəndə necə qiymətləndirir federasiya idmançılarımızın çıxışlarını? Salam Vüqar bəy, əvvəlcə xoş gəlmisiniz ofisimizə. Sizi görməkdən çox məmnunuq. Ümumiyyətlə bilirsiniz ki, 15-17 yaş qrupu güləşdə başlanğıc mərhələ hesab olunur və hazırda demək olar ki, əksər güləş ölkələri bu yaş qruplarının inkişafına xüsusi diqqət ayırır. Ona görə ki, bu gün 15 yaşlı, 17 yaşlı idmançılar bu ölkənin gələcək peşəkar idmançı nüfuzunun əksəriyyətini təşkil edir və demək olar ki, artıq ölkənin gələcəkdə hansı idmançıların təmsil edəcəyi bu yaş qrupundan bəlli olur. Bizdə konkret olaraq spesifik yanaşmasaq, yəni ümumilikdə yanaşsaq, böyük təsvirə nəzər salsaq, görərik ki, bu yarışlarda yenə Azərbaycan ön sıraları tutur, düzdür. Xüsusən də sərbəst güləşdə bizim əsas rəqiblərimiz artıq bilirsiniz ki, öz bayraqları altında çıxış etməyə başlayıblar. Bu çox ciddi rəqabət mənasını daşıyır və bu rəqabət şəraitində demək olar ki, biz idmançılarımızdan gözləntilərimizi hardasa bu yaş qrupu üzrə 90% demək olar ki, biz öz gözləntilərimizə, hədəflərimizə çatmış hesab oluna bilərik. Lakin bu yaş qrupu və bu həmin dövrlər idmançılar üçün bu keçid dövrü hesab olunur və bizim burada olan nəticələrimiz gələcəyə doğru bu bizi aldatmamalıdır. Yəni biz bu gün burada yaxşı nəticələr qazanırıqsa, bu onun qarantisi deyil ki, biz bunu gələcəkdə də edə bilərik və ümumiyyətlə idmançıların yetişdirilməsi, yaşdan yaşa ötürülməsi və onların gələcəkdə millinin böyük komandasında çıxış etməsi bu artıq tamamilə başqa bir prosesdir və biz bu prosesi düzgün təşkil etməyə öyrənməliyik. Bu çox yaxşı mövzudur. Çünki bizim hələ oxucularımız da çox yazırlar ki, yeniyetmələr yaxşıdır, əladır, çempion olurlar, istedadlılar, amma bir neçə ildən sonra onlar itirlər və bir növ onlar bu günahı federasiyanın üzərinə atırlar, yəni məşqçilərin üzərinə atırlar. Əslində bu necə həll olunmalıdır ki, bu istedadlı güləşçiləri biz itirməyək və bir 3-4 ildən sonra, 5 ildən sonra milli komandada görək? Bu çox yaxşı sualdır, Vüqar bəy. Ona görə ki, qeydiniz tamamilə doğrudur. Güləş azarkeşləri dəfələrlə bu sualları verirlər və burada bir neçə cavab mövcuddur. Birinci cavab ondan ibarətdir ki, ümumiyyətlə idmançının yetişməsi və ailədə övladın yetişməsi prosesi bir-birindən çox bənzərdir. Məsələn, şagird 7-ci sinifdə təhsil alırsa, yaxşı təhsil alırsa, əlaçı kimi oxuyursa, o fakt deyil ki, 11-ci sinifə kimi əlaçı kimi təhsilini davam etdirə bilər. Ola bilər ki, yəni xüsusən də indi övladı olan valideynlər bunu daha yaxşı başa düşürlər. Gedişatda bu dəyişə də bilər, olduğu kimi qala da bilər. Eyni qaydada idmançı ilə belədir. İdmançı 15 yaşda yüksək nəticə veribsə, bu onun qarantı deyil ki, o böyüyəndə də mütləq həmin nəticəni verə bilər. Ona görə ki, burada daxili və xarici amillər faktoru var. Ola bilər ki, onun daxili mental hazırlığı, idmançının psixoloji hazırlığı, mental hazırlığı buna imkan verə bilər və yaxud da verməyə bilər. Və yaxud da onun olduğu mühitin təsiri ola bilər. Və bilirsiniz ki, idmançılar üçün bugün idmançının nəticələrinin dayanıqlı olması, davamlı olması bu tamamilə onun konsentrasiyası ilə birbaşa əlaqəlidir. İdmançıların konsentrasiyası dağıldığı zaman bu onun həm fiziki, həm texniki hazırlığına da təsir göstərir. Bu onun fiziki və texniki hazırlığına təsir göstərdiyi zaman onun performansı aşağı düşməyə başlayır. Yəni loru dildə bunu izah etsək, əgər idmançı bu gün 15 yaşında yaxşı nəticə göstərirsə, amma tədricən zaman keçdikcə onun disiplini pozulursa, məşqçilərin sözünü dinləmirsə, ailəsinin sözünü dinləmirsə, daha çox zamanı dostlarla, tanışlarla, məhəllədə hansısa bir başqa fəaliyyətlər içərisində keçirirsə, onun uğurlu olma şansı çox aşağıdır. Həmçində bir şey qeyd edək ki, məsəl üçün bu son yarışda 15 yaşların yarışında bizim güləşçilərimiz 5 qızıl, 3 gümüş, 3 bürünc əldə etdilər. Amma
Çempionların arasında ancaq biri yadda qaldı ki, o da belə deyim də, kameraya çox maraqlı sözlər deməklə ki, ana, Bəli. oğlun çempion gəlir. Yəni bir növ elə bir PR daha çox nəticədən çox PR işləyir. Federasiya belə amillərə, belə faktorlara necə yanaşır? Mən əvvəlcə o sualı dəqiqləşdirmək istərdim ki, nəticədən çox PR işləyir deyəndə siz nəyi nəzərdə tutursunuz? Ona görə ki, sizin sadaladığınız bu medallar mən hesab eləyərdim ki, bunu uğurlu nəticələr kimi Bəli, qiymətləndirmək bəli, olar. əlbəttə. Və mən bunu adlandırardım nəticədən çox PR ifadəsinin əvəzinə mən bunu istifadə etmək istəyərdim ki, nəticə ilə yanaşı həm də PR işlənilir. Bu gün bilirsiniz ki, idman o zaman baxımlı olur ki, nə zaman ki, onun bir parçası olaraq şou mövcuddur. Hansısa o idmanı daha baxımlı edir. Sözsüz ki, biz federasiya olaraq öz idmanımızın, ümumiyyətlə bu yalnız güləşə aid deyil, ümumiyyətlə idmanın inkişafı, idmanın tanınması, idmana marağın cəlb olması üçün müxtəlif addımlar atırıq və bu bizim prioritet istiqamətlərimizdən biridir. Lakin belə məqamlar var ki, onu biz planlaşdırmamışıq. Məsələn, həmin o idmançının öz anasına səslənməsi, bu tamamilə reklam dilində desək, orqanik olaraq baş vermiş bir hadisədir və bəlkə də bunun bu qədər bəli, bunun bəlkə də bu qədər sevilməsi əslində həmin idmançının onu təsadüfən və yaxud da planlaşdırılmış şəkildə etməməsidir ki, və insanlar təbii və süni mesajları fərqinə vara bilirlər və hər kəs görür ki, bu təbiidir və əlbəttə ki, bu bizi yalnız sevindirə bilər ki, idmançının qələbəsini anası ilə bölüşməsi bu çox düşünürük ki, faydalı, məqsədyönlü bir haldır və digər idmançılara da ruh verə bilər. Ona görə də cəmiyyətimiz də çox sağ olsun ki, bunu müsbət qiymətləndirir, bir-biri ilə bölüşür, paylaşır. Media sağ olsun, bunun işıqlandırılmasında kifayət qədər dəstək göstərir. Çünki yaxşını təbliğ etmək davamlı yaxşılar gətirir və bu gün medianın bu şəkildə idmanı təbliğ etməsi bu gələcək idmançılarının sayının çoxalmasına birbaşa təsir göstərə bilər. Ümumiyyətlə medianın güləşə münasibəti sizi qane edirmi bu dəqiqə üçün? Bu da yaxşı bir sualdır. Əslində bunu hazırda medianın güləşə münasibətini bizi qane etməməsi üçün hər hansı bir səbəb yoxdur. Əlbəttə idman təşkilatı olaraq bizim istəyimiz və gözləntilərimiz hər zaman əlbəttə çox olacaq ki, biz güləşi daha çox görək, daha çox eşidək. Lakin bu bilavasitə və birbaşa medianın fəaliyyəti çərçivəsində deyil və medianın da əlbəttə gözləntisi var ki, siz daha çox işləyin ki, biz sizi daha çox işıqlandıraq, daha çox nəticə göstərin ki, daha çox işıqlandıraq və bu baxımdan məsələn son 3 aya əgər biz idman sferasında kiçik bir bazar araşdırması etsək, biz görərik ki, ən çox adı hallandırılan müsbət mənada və ən çox bəlkə də təbliğ olunan idman növlərindən biri kimi güləşi də burada bu sırada görmək olar və əlbəttə ki, bu medianın da idmanın təbliğinə və o cümlədən güləşin təbliğinə verdiyi bir dəstəkdir. Həm də ki, gəlin razılaşaq ki, güləş Azərbaycanın ən sevimli, özününkü sayılan bir idman növüdür və bir növ ölkənin prezidenti, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əgər Avropa çempionatından sonra idmançılarımızla görüşür, onları təbrik edir və onların çıxışı haqqında böyük analizlər danışır, izah edirsə, güləşi sevməyən adam da baxır, başa düşür ki, güləşə münasibət başqadır. Və bu görüşün və ümumiyyətlə bu münasibətin təsirini nə qədər artırmaq olar və nə qədər güləşçilər ümumiyyətlə hiss edirlər ki, onlara qıraqdan doğma münasibət var və o münasibəti saxlamaq lazımdır. Əlbəttə, çox vacib bir məqamı qeyd edirsiniz. Bugün möhtərəm cənab prezidentin Avropa çempionatından sonra güləşçilərimizi qəbul etməsi bu çox böyük bir diqqətin və etimadın göstəricisidir. Xüsusilə görüş zamanı onun səsləndirdiyi fikirlər, onun diqqət etdiyi incəliklər, idmanın spesifikliyi, hətta yalnız idmanın nəticə və döşək üzərində olan hissəsi yox, döşəkdən kənarda idmançıların dəstəklənməsi, hətta məğlub olan komanda üzvlərinin gəlib komandaya dəstəkləməsinə qədər verdiyi önəm, bu çox böyük motivasiyadır. Bu motivasiya yalnız güləş üçün deyil, güləşin üzvləri üçün deyil. Bu ümumiyyətlə ölkənin bütün idman ekosisteminin hər bir fərdinə aiddir. Ona görə ki, bu o göstəricidir ki, siz əgər nəticə verərsinizsə sizi görəcəyik və bu çox böyük bir diqqətdir.
Əlbəttə belə bir diqqət sözsüz ki, idmançılar üçün yalnız motivasiya ola bilər, yalnız gələcək daha yüksək nəticələr üçün bir stimul olmalıdır və idmançı başa düşməlidir ki, bu gün möhtərəm cənab prezident öz çətin qrafikin çərçivəsində zaman ayırıb idmançılarla görüşürsə, bu əlbəttə ki, çox böyük rəğbətdir, çox böyük etimaddır və bu etimaddan irəli gələrək daha böyük məsuliyyət hiss olunmalıdır və bu daha böyük məsuliyyət də məşq zamanı idman prosesində öz əksini tapmalıdır. Onlar daha çox çalışmalıdırlar, daha çox öz fikirlərini toplamalıdırlar, daha çox konsentrasiya olmalıdırlar ki, daha böyük nəticələr əldə edə bilsinlər. Əlbəttə, bu 4 yarışı ki biz qeyd etdik, 17 qızıl medalı, amma bu o yarışlarda əlbəttə ki, güləşçilərimizin hansısa çatışmamazlıqları da var idi. Bəli. Bir federasiyanın baş katibi kimi o problemləri nədə görürsüz və nələri açıqlaya bilərsiniz? Bu gün bilirsiniz, biz əgər özümüzü təhlil etsək və rəqib komandaları da təhlil etsək, biz görərik ki, hər bir komandada çatışmazlıq var. Hardasa texniki göstəricilərdə, texniki elementlərdə çatışmazlıq var. Hardasa bu dözümlülükdə bu çatışmazlıq var. Hardasa mental hazırlıqda bu çatışmazlıqlar var. Əlbəttə bu prosesdə bizim də komandalarımızda müəyyən qədər çatışmazlıqlar var və bu gün biz nəticələrimizə baxsaq görərik ki, dediyim kimi biz bir və ya iki ölkədən ən çətin halda geriyə qalmışıq. Bu gün bizim gördüyümüz əsas problemlərdən biri, problem deməzdim bunu, amma üzərində işlənilməli olan məqamlardan biri odur ki, məsələn, bizim idmançılarımız sanki Rusiya idmançılarla üz-üzə gəldiyi zaman texniki və fiziki xüsusiyyətlərdən əlavə hansısa bir sanki bir çətinlik yaşayırlar, bir çağırış yaşayırlar, hansı ki, bəlkə də uda biləcəyi halda, həmin idmançılara qalib gələ biləcəyi halda qalib gələ bilmir. Və biz bəlkə də bunu psixoloji olaraq bu hazırlığı keçməliyik və həmin idmançılarımızın psixoloji olaraq hazırlığını təmin etmək. Əlbəttə biz həmin ölkədən olan idmançılara qarşı da qələbələr qazanmışıq elə bu çempionatda, amma əksərən ümumi tendensiyaya baxdığımız zaman görərik ki, belə bu hazırlığa daha çox sanki ehtiyacımız var ki, onları bir balaca daha istiqamətləndirək və daha ön sıralara itələyə bilək. Avropa çempionatları əlbəttə yaxşıdır, uğurlar, hər şey öz yerində, amma qabaqdan dünya çempionatları və dünya birincilikləri gəlir və bizim Avropa çempionatında milli komandanı götürəndə o 5 qızıl mənə elə gəlir ki, heç kimi aldatmamalıdır. Çünki bu ilin Astanada keçiriləcək dünya çempionatında çox çətin olacaq. Nə etmək lazımdır ki, milli komanda çox güclü çıxış eləsin və məsəl üçün əlavə bir şey qeyd edim ki, 15 ildir Azərbaycan güləşçiləri olimpiya çəkisində qızıl medal qazana bilmirlər dünya çempionatında. Bu seriyanı necə qıraq? Əvvəlcə onu qeyd eləmək istərdim ki, Avropa çempionatı ilə bağlı, Avropa çempionatında qazandığımız nəticələr Avropa çempionatına aid olan nəticələrdir. Yəni söhbət onun aldadıcı olub olmamasından getmir. Ümumiyyətlə burada idmançıların bir əziyyəti var, məşqçilər heyətinin zəhməti var və onlar bu zəhmətin hesabına öz nəticələrini əldə ediblər. Bəli, orada müəyyən bir addımlar var idi, hansı ki biz bu addımları atdıq. Məsələn, idmançıların yaşayış şəraitini orada fərqləndirməyə çalışdıq. Digər ölkələr bir gün öncədən gəlib orada qaldığı halda bizim komanda 2 gün öncədən gəldi, orada qaldı. Çalışdıq, şərtləri rahatlaşdıraq. Yol, məsəl üçün, uçuş saatlarını belə seçək ki, idmançılar burada çox yorulmasın və s. Eyni qaydada deyərdim ki, püşkümüz də belə çox ağır olmadı. Yəni ki, zəif də olmadı, amma güclü də olmadı. Yəni orta bir püşk oldu və bunun nəticəsində biz Avropa çempionatında uğur qazandıq və qeyd etdiyim kimi bu gün bu nəticə təsadüfi deyil. Bu idmançıların, məşqçilərin, onların ailələrinin və bütün federasiya əməkdaşlarının birgə fəaliyyətinin nəticəsidir. Hansı ki, bu nəticənin əldə olunmasında əlbəttə ki, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsi kimi bizim tərəfdaşlarımızın çox böyük rolu var və bütün bu bir harmoniya şəklində fəaliyyət göstərdi. İdmançılar bu nəticəni əldə etdilər. Dünya çempionatı prizmasından biz buna biraz başqa cür yanaşa bilərik. Əlbəttə ki, dünya çempionatında artıq bütün qitələr iştirak edir və artıq burada İran və Amerika kimi, Çin və Yaponiya kimi nəhənglər, güləş nəhəngləri
daxil olur və bu bizim burada hansısa əldə etdiyimiz nəticə Avropa çempionatındakı nəticənin təsadüf olub-olmadığını sübut etmir. Sadəcə rəqabət daha artır və biz artıq yeni bir mərhələdə özümüzü sınırıq ki, bəs bu rəqabətdə biz özümüzü necə göstəririk? Bu baxımdan bizim Yunan-Roma komandası baxımından kifayət qədər rəqabət qabiliyyətli milli komandamız mövcuddur. Lakin burada əsas favoriti biz başa düşürük ki, bu İran milli komandasıdır və son dünya çempionatı ilə biz müqayisə etsək, məsələn, bizim müdafiə planında Yunan-Romada İrandan geri qaldığımız bir məqam yoxdur. Onlar da 28 xal itirmişdi, biz də 28 xal itirmişik. Bizim Yunan-Roma prizmasından əsas rəqibimiz İranla müqayisədə əsas çətinliyimiz hücum planındadır. Onların hücum arsenalı daha zəngindir, daha müxtəlifdir. Nəinki bizim. Məsələn, biz toplamda əgər səhv etmirəmsə 86 xal qazanmışdıq ümumilikdə. Onlar qazanıblar 150 xal. Yəni 2 dəfə bizi üstəliyiblər qazanılmış xallara görə. Və biz əgər toplamda bizim hücum arsenalımız 7 fənddən ibarətdirsə, onlarda 10-11 fənddən ibarətdir. Və onların bəzi istifadə etdiyi fəndlər və texniki yanaşmalar mövcuddur ki, biz ümumiyyətlə ondan istifadə etmirik. Və bugün bizim məşqçilər heyətinin qarşısında duran əsas məqamlardan biri dözümlüyü fiziki göstəricilərin üzərində işləməkdir. Bu texniki fəndləri daha da təkmilləşdirməkdir. Və bundan əlavə həmçinin rəqiblərə qarşı fərdi yanaşmaq və əsas rəqiblərə qarşı fərdi hazırlaşmaqdır. Bu həm də sərbəst komandasına aiddir. Yunan-Roma güləşindən fərqli olaraq sərbəst güləşdə özünüz bilirsiniz ki, sərbəst güləşin arealı, yəni sərbəst güləşlə daha güclü, daha təkmil formada məşğul olan ölkələrin sayı Yunan-Roma ilə müqayisədə daha çoxdur. Burada artıq Amerika Birləşmiş Ştatları var, İranın özü var, Çin var, Yaponiya var, qonşumuz Rusiya var və bütün bunların fonunda biz artıq spesifik konkret hansısa bir ölkəyə qarşı yox, bütün bu güclü ölkələrə qarşı hazırlaşmalıyıq və onun da bir yolu odur ki, bugün bizim əsas çatışmazlığımız yuxarı çəkilərə doğru getdikcə burada daha çox dözümlülük tələb olunur. Biz dözümlülüyü artırmalıyıq. Aşağı çəkilərə doğru getdikcə bu elastiklik və texniki fəndlərin artırılmasıdır və bununla yanaşı həm də fiziki dözümlülüyü artırmaq lazımdır ki, biz hansısa nəticələr orada daha yaxşı nəticələr əldə edə bilək. Biz sərbəst güləşi deyəndə ümumiyyətlə bir çox çəkdiyim videolarda fikir verirəm ki, güləşi sevənlər də, azarkeşlər də, məşqçilər də, hətta valideynlər də ancaq bir şeydən şikayətlənirlər, legionerlərdən. Bəli. Yəni bu nə vaxt olacaqmı Azərbaycan güləşində 100% Azərbaycanlılar çıxış edəcək, yoxsa bu hələ ki mümkün deyil? Əlbəttə ki, hər bir idman təşkilatının iki əsas funksiyası var. Əsas funksiyalar əlbəttə ki, müxtəlif funksiyalar. Onlardan ən birincisi bu ölkəni beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil etməkdir. İkincisi isə bu yerli idmançıları yetişdirməkdir. Və bu gün Güləş Federasiyasının qarşısına duran əsas hədəflərdən biri öz idmançılarımızı, yerli idmançılarımızı yetişdirməkdir. Mən öz dediyim zaman əlbəttə legionerlər də bu gün Azərbaycan bayrağı altında çıxış edir və onlar da öz idmançılarımızdır. Burada dediyim öz mənası daha çox yerli, yəni Azərbaycan Güləş məktəbinin yetirməsi olmuş idmançıları nəzərdə tuturam və bizim hədəflərimizdən biri öz yerli idman güləş məktəbimizlə milli komandanı təmin edə bilməkdir. Bugün üçün biz 15 yaşlılara, 17 yaşlılara, 20 yaşlılara yatırımımızı artırmışıq. Yatırım dedikdə nəyi nəzərdə tuturuq? Yəni onların təlim məşq toplanışlarının keyfiyyətinin və kəmiyyətinin artırılması, onların daha çox yarışlara göndərilməsi. Bundan əlavə onlar üçün yarışların səviyyəsinin artırılması. Məsələn, əgər ötən illərdə keçirilən yarışlara baxılsa və bu il ərzində keçirilən Azərbaycan çempionatlarının səviyyəsinə baxılsa və bu zaman bu əməli olaraq bu səsləndirdiyim fikirlərin öz əksini tapdığını müşahidə etmək mümkündür. Və bu gün bizim hədəflərimizdən biridir ki, 15 yaşlılara, 17 yaşlılara daha çox uşaqların, güləşçilərin cəlb olunması, onların yetişdirilməsi və onların yetişə-yetişə onların izlənilməsidir. Ona görə ki, bayaq siz çox yaxşı bir məqama toxundunuz ki, baxırıq ki, 15 yaşında, 17 yaşında uşaqlarımız nəticə göstərir. Yaş artdıqca
tədricən biz bu idmançıları itirə bilirik. Bitiririk. Bunun da səbəblərindən biri odur ki, əslində yalnız idmançı yetişdirməkdən söhbət getmir. Ümumilikdə bizim кейsimizdə məşqçi, ailə və mühit üçbucağı mövcuddur. Və bir idmançının, yaxşı nəticə göstərən istedadlı idmançının gəlib yuxarı yaş qrupuna çatması üçün bütün bu üçbucağın bir yerdə vəhdətdə çalışması lazımdır. Məşqçi ailə ilə ünsiyyət qurmalıdır. Ailə onun mühitini tanımalıdır. Mühiti uşağın idmançı kimi dəstəkləməlidir. Və bu üçü bir yerdə qarşılıqlı əlaqəli şəkildə vəhdətdə çalışarsa, vəhdətdə işləyərsə, o zaman idmançıların həmin yaş qruplarının yaşdan yaşa ötürülməsi və uğurlu nəticələrlə ötürülməsi mümkün ola bilər. Sözsüz burada nəzərə alınmayan bəzi faktorlar var. Gözlənilməz faktor. Məsələn, uşağın zədəsi ola bilər. Hansısa başına bir hadisə gələ bilər. Gözlənilməz belə bədbəxt hadisələr baş verə bilər. Əlbəttə bu olmadığı təqdirdə biz bu nəticəyə gələ bilərik və bu gün federasiyanın əsas vəzifəsi o sistemi yaratmaqdır ki, hər üç elementi birgə hərəkət etdirə bilsin, araşdıra bilsin, təsir edə bilsin, hardasa həmin idmançıya dəstək göstərə bilsin və onun nəticəsində idmançıların yaşdan yaşa ötürülməsinə təsir göstərə bilsin. Bir neçə ay ərzində bir neçə regionda oldum. Balakəndə, Masallıda, Qazaxda, Gəncədə, Göyçayda. Əlbəttə Göyçədə gördüyüm şərait çox fantastik idi, çox xoşuma gəldi və bu videoları qoyduqca fikir verdim ki, çox başqa digər rayonlardan da həddindən artıq çağırışlar var ki, İmişliyə gəl, Neftçalaya gəl, nə bilim, Sabirabada gəl. Bəli. Və hər bir regionda olan məşqçilər öz problemlərini açıqlayırlar. Yəni istəyirəm bilim, federasiya bu regionlarla problemləri necə həll eləyir? Yəni onlarda döşək problemləri var, onlarda yaxşı mütəxəssis problemləri var. Bunları qısa bir zamanda artırmaq mümkündürmü, yoxsa bunlar hissə-hissə getməlidir ki, federasiya çatdırsın? Buna iki cür yanaşmaq mümkündür. Bir infrastruktur baxımından, yəni ki, güləşin bölgədə, ümumiyyətlə güləşin hər hansı bir ərazidə inkişaf etməsi üçün əvvəlcə güləşə tələbat olmalıdır. İkinci, güləş məşqçiləri orada olmalıdır, yəni keyfiyyətli güləş məşqçisindən söhbət gedir. Üçüncü, onların məşqləri keçməsi üçün yer olmalıdır. Burada ilk növbədə yaxşı güləş məşqçilərinin olması, yəni güləşin texnikasını yaxşı bilən, fəndləri bilən, fiziki hazırlığı bilən və bunun düzgün həyata keçirilməsini bilən, tədris edə bilən məşqçini yetişdirmək bu çox çətin prosesdir. Ona görə ki, bunun kurikulumu yaradılmalıdır, bunun standartları yaradılmalıdır və həmin standartlarla sertifikasiya baş verməlidir, məşqçilərin lisenziyalaşdırılması həyata keçirilməlidir. Bu bizim hədəflərimiz sırasındadır ki, məşqçilərin lisenziyalaşdırılması, təlimləndirilməsi və yetişdirilməsi. Bugün reallıqdır ki, baxmayaraq ki, biz güləş ölkəsiyik, baxmayaraq ki, güləşdə nəticələrimiz yaxşıdır, lakin biz başa düşürük ki, valideynlərlə ünsiyyətdə olarkən, digər məşqçilərlə ünsiyyətdə olarkən görürük ki, bugün hələ də bizdə bəlkə də ən başlanğıc səviyyədə fiziki hazırlığı, qidalanmanı bilməyən məşqçilər mövcuddur. Və bunun yolu təlim proqramı qurmaqdır, onları təlimləndirməkdir. Təlimləndirdikdən sonra imtahan eləməkdir, lisenziyalaşdırmaqdır. Yalnız bundan sonra federasiyanın onları tanımasıdır və onları yeri gəlsə işlə təmin etməlidir və yaxud da zallarla təmin etməlidir. Bu bizim hədəflərimiz sırasındadır. Lakin bunun üçün zamana ehtiyacımız var. Çünki o təlim proqramını biz Dünya Güləş Birliyi ilə müzakirə edirik. Bu materialları onlardan əldə etməliyik. Onlarla birgə bunu həyata keçirməliyik və ondan sonra onun tədris prosesinə və imtahan prosesinə başlamaq. Bu hədəflərimiz sırasında var. Lakin buna zaman lazımdır. O ki qaldı şəraitin yaradılması. Şəraitin yaradılması ilə bağlı bizim hədəflərimiz var. Biz bu il içərisində özümüzə hədəf qoymuşuq ki, 25 yeni güləş zal açaq və 25 mövcud güləş zalının şəraitini yaxşılaşdıraq. Əlbəttə ki, şəraitin yaxşılaşdırılması bu resursdur. Maddi və qeyri-maddi resursdur, enerjidir, zamandır. Bunun hamısını təəssüf ki, birdən-bir etmək mümkün deyil. Biz ona görə də say hədəfləri müəyyən etmişik. Həmin say hədəfləri çərçivəsində bu il ərzində həmin bu təkmilləşmə prosesini reallaşdırmağa çalışacağıq. Bugün artıq özünüz bilirsiniz ki, Qazaxda biz sponsorumuz Arkos Sement zavodu ilə birgə böyük güləş zalını, ənənəvi güləş zalını təmir edirik, oranı döşəklə təmin edəcəyik və artıq ora böyük bir bazaya çevriləcək. Eyni qaydada Qazaxın Olimpiya kompleksində müəyyən bir təmir işləri həyata keçiriləcək. Hal-hazırda Daş Salahlı kəndində təmir prosesi gedir. Mingəçevirdə bir yaxın zamanda sərbəst güləş zalımız fəaliyyətə başlayacaq.
Gəncədə, Gəncə Olimpiya kompleksində də siz də işıqlandırmışdınız. Güləş zalımız fəaliyyətə başlayıb təxminən 1-200-ə yaxın uşaq orada artıq ödənişsiz olaraq tamamilə məşğul olur. Lənkəranda Separadi kəndində bir güləş zalı tikilir və bax belə bizim hədəflərimiz var. Amma hədəflərimiz sırasında ilk öncə güləş ənənəsi ilə tanınan şəhərləri ön plana keçirməkdir. Məsələn, bu yəqin ki, heç kim üçün sual deyil ki, Gəncə daim ölkənin sərbəst güləş məktəblərindən biri olub. Şirvan Yunan-Roma güləşi ilə tanınıb. Və s. Hardakı güləş daimi olaraq mövcud olub, Qazax eyni qaydada. Biz ilk öncə istəyirik ki, əsas zallarımız, şəraitin yaxşılaşması orada baş versin, tədricən oradan digər rayonlara doğru yayılmağa başlasın. Amma başa düşmək lazımdır ki, bu proses 1 ilin içərisində, 2 ilin içərisində baş verə bilməz. Bunun üçün biraz zaman lazımdır, tərəfdaşlar lazımdır və bu işi bizimlə birgə həyata keçirə biləcək yerli nümayəndəliklər və mütəxəssislər lazımdır. Vüqar bəy, bugün dayanıqlı idman nəticələri əldə etmək üçün ən vacib elementlərdən biri intizamdır. Bunu çox sadə misalla başa düşmək olar. İnsan özlüyündə, yəni idmançı olmasa belə, özlüyündə nə zaman uğur qazanır, nə zaman həm fiziki xüsusiyyətlərini nəzarət altında saxlaya bilir, yəni istədiyi formada ola bilir, həm fokusu, diqqəti orada ola bilir. Nə zaman ki, onun intizamı var və bu idmana da şamil olunur. İdmançı çox güclü ola bilər, idmançı çox istedadlı ola bilər, idmançı çox qabiliyyətli ola bilər. Lakin intizam olmadığı təqdirdə bu sadalanan bütün bu keyfiyyətlər ya qısa müddətli olur, ya da periodik olur. Davamlı şəkildə bu mövcud ola bilmir təəssüf ki. Ona görə də biz bu nizam intizamı daima özümüzün əsas istiqamətlərindən biri kimi görürük və biz özümüz də bilirik ki, məsələn, bugün güləş, xüsusən də sərbəst güləşi yaxından izləyənlər bilir ki, bizim kifayət qədər güclü öz məktəbimizin yetirmələri mövcud olub ki, hansı ki, dünyanın ən nüfuzlu idmançılarını yenə biliblər, onlara qarşı qalib gələ biliblər, amma bir müddətdən sonra həmin bu intizam məsələlərinə görə təəssüf ki, güləşi atmalı olublar və bugün bu baş verməsin deyə biz yaxın günlərdə intizam komitəsini təsis etdik. Burada həm mövcud daxili mühitin intizamının tənzimlənməsi, həm də bilirsiniz ki, son dövrlərdə yeni tendensiyalar, yeni istiqamətlər idmanda mövcud olur. Məsələn, safeguarding kimi, təhlükəsiz idman kimi məqamlar var ki, onun da tətbiqinin asanlaşdırılması, güləşə inteqrasiyasının təmin olunması üçün belə bir intizam komitəsi formalaşdırdıq ki, onun daxilində biz bu federasiyanın həm daxili, həm xarici mühiti ilə əlaqəli intizam məsələlərini, etika məsələlərini tənzimləməyə çalışacağıq.